Qismət, bilmək olmaz. Bəlkə Nəriman imzasını Enfield da qoyacaq. Toxunmayaq bu, indi dəyməyək. olacaq. Gənc futbolçumuzdur. Uğur arzulayaq. Ümid edək ki, bu tənqidlər müsbət nəticə verər. Daha yaxşı olmasına yol açar. Necə ki, Qurban Qurbanov da tənqid olunur Ajax'lı oyunda, amma bu günləri görürük ki, əvəz etməsi alqışlanır, nəticəsi alqışlanır. Yəni futbolda normaldır. Ona görə də məncə normal qarşılamaq lazımdır. Yəqin ki, Qurban Qurbanov da normal qarşılayır, amma bəzən elə bir ki, hədd aşanlar olur. Yəni tənqid normaldır. Yəni bunu yazılarımızda sən də edirsən, mən də edirəm. Zaman-zaman sosial şəbəkələrdə də müəyyən tənqidlərimiz olur. Həqiqətən heç kim toxunulmaz deyil, heç kim səhvsiz deyil. Yəni Qurban Qurbanov da yəqin ki, özü də etiraf edər ki, bəzən hansısa məqamlarda verdiyi qərarlar təbii ki, istəyərək olmuyor. Yəni ola bilər ki, o məqamda düşündüyü yaxşı oldu, amma alınmayıb. Kim istəyir ki, dursun? Təbii ki, yəni belə hallar hətta dünyaca tanınmış məşqçilərin belə CV-sində ola bilər. Mourinho'sunda da ola bilər, Ancelotti'sində də, Guardiolasında da, həmin Guardiola dünən Norveçdə məğlub oldu. Yəni belə şeylər olur, amma düşünən bəzən dozanı artırmağa, həddi aşmağa. Yəni bir məqam oldu ki, Ferencvarosda qələbədən sonra nə bilim Qurban Qurbanov istefaya səsləyənlər də oldu, Qarabağ rəhbərliyinin getməsini istəyənlər oldu. Niyə hücumçu gəlmir, niyə hücumçu gəlmir? Ümumiyyətlə Qarabağ maraqlıdırmı ki, hücumçu gəlməsin? Təbii ki, Qarabağ da istəyər Anar. Amma bu qədər aşırı gedilməyə təbii ki, tənqid olunması normaldır. Tənqid hardasa bir qədər silkələyir komandanı, bəlkə də biraz daha çox tələsməyə yol atır. Amma illər göstərir ki, Qarabağ öz cızdığı yolla gedir və bu yol da görünən odur ki, uğurludur. Məncə biz daha çox digər klublarımız üzərinə getməliyik. Məncə digər klublarımızın üzərinə getməliyik. Artıq bir çempionluq mübarizəsi var liqada. Sabah liderdir. Düşünək ki, bu il çempion Sabah oldu Anar. Çempionlar Liqasında biz nə gözləyəcəyik? Mən düzün deyim, Qarabağın bu işi qələbəsindən sonra düşünürəm ki, artıq Qarabağ çempionatda da yenidən mövqeyini bərpa edəcək. Çünki bu periyod da həqiqətən az önce verişin əvvəlində qeyd eləmişsin ki, tək Avrupa kuboklarda yox, o çempionatda da məğlubiyyət oldu. Komanda ilin sonunda, ötən ilin sonunda bir qara zolaq deməyə bir uğursuzluq zolağına düşmüşdü. Və bugünkü qələbə artıq yeni ilin 2026 ilk rəsmi oyunda ilk qələbə. Artıq mən düşünürəm ki, bu çempionatda Qarabağın yenidən əvvəlki mövqeyini qaytarması böyük təkan oldu. Yəni bu onu göstərir ki, komanda özünə gəldi artıq. Bu həm də liqadakı rəqiblərə bir mesaj oldu ki, biz hazırıq və qəhrəmanların yer aldığı fotodur. Düşünürəm ki, fotoda olan hər kəsin bu qələbədə əməyi var, hər kəsin zəhməti var, hər birini təbrik edirik, uğurlar arzulayırıq. Bir də sən falan qeyd elədin o tənqiddə. Mən düşünürəm ki, o bəlli bir qrup var. Yəni tənqid bəli, mən deyirəm, sən deyirsən. O insanı sadəcə otururlar, gözləyirlər. Qarabağ uğursuzluq olan kimi o hazırdır artıq. O başqa bir şey, o tənqid deyil. O şəxsi qərəzlikdir və bundan sonra da o olacaq. Məsələn, bu gün Eintracht üzərində qələbə qazandı, sakitçilikdir. Liverpool'a məğlub olsun komanda, ya da play-off'a çıxdı, orada məğlub olsun. Həmin qüvvə yenə eyni şey başlayacaq. Yəni o yazının artıq cümləsindən sən bilirsən ki, bunu sonra tənqiddən gəlir, yoxsa əvvəldən hazırlanıb qoyulub ora. Ona görə bəlkə o da olmalıdır. Bəlkə o da olmalıdır ki, yəni o da bir motivasiya verir ki, sən əlavə bir böyüməlisən, yerində dayanmalı deyilsən. Daha da güclənməlisən. Aşmağını, yıxılmağını istəyən qüvvələr var. Var, mütləq, bəli. Ümid edirəm ki, o insanlara da bu mesajlar çatır. Ehtiyac yoxdur. Qarabağın yıxılması futbolumuza hər hansı bir fayda verməyəcək. Əksinə, biz bayaq da qeyd etdik, Qarabağa baxıb, mən hər zaman deyirəm ki, yəni nəyinsə nümunəsini yaratmaq çətindir. Nəyinsə olmayan bir şeyin nümunəsini yaratmaq çətindir. Nümunəyə baxıb eynisini yaratmaq, ona bənzərini yaratmaq kifayət qədər asan bir işdir. Yəni bizdə Qarabağ kimi nümunə var. Niyə yıxılsın ki? Elə Qarabağa baxaq, ikinci Qarabağı yaradaq, üçüncü Qarabağı yaradaq. Və həm də futbolumuzun inkişafı olar, millimizin inkişafı olar, klublarımızın inkişafı olar. Heç Qarabağa bənzəmə. Sadəcə onun əzmindən yaxşı mənada prinsipiallıq götür. Sən də bir Neftçi dəstək xətti yarat, bir Sabah dəstək xətti yarat. Yəni vacib deyil ki, mütləq Qarabağa oxşasan, Qarabağa Qurban Qurbanov sistemini öyrənəsən, özünün sistemi, sadəcə o prinsipiallıq olsun, yaxşı mənada paxıllıq olmalıdır ki, yəni niyə bu qədər təriflirlər bu Qarabağ, bütün ölkə bunlardan danışırlar, qoy Neftçidən danışsınlar, qoy Sabahdan danışsınlar, məsələn, Nizirədən danışsınlar. Yəni o digər klub rəhbərləri beyninə bir yaxşı mənada prinsipiallıq olmalıdır, pis mənada, yaxşı mənada paxıllıq olmalıdır ki, niyə mənim də büdcəm o qədər də deyil, niyə mən eləyəməyəm? Mən də gedim konferans liqasına, çünki inan ki, yəni əgər hansısa klubumuz var, çempion liqasında, konferans liqasında uğur qazansa, Avropa liqada uğur qazansa, yəni
Yəni onlardan da danışılacaq. Onlar haqqında biz Əlbəttə. danışacağıq. Yəni Qəbələ 2 il getdi danışıldı. bəli. Əlbəttə danışılacaq. Bizim də elə istədiyimiz odur ki, klublarımız Daha çox uğurları klubumuz, bəli. qazansınlar.